Hara, ayaqlarını sil. Əlimdən balıq saxlamaqdan başqa heç nə gəlmir. Evdə gözə dəyən nə varsa, hamısı bir təhərdir. Belə də piyanin olar. Saat 10 dəqiqə irəli gedir. Halalındakı gözü tutulub. Qapı pəncərənin soyuğu lap adamı yeyir. Yazacaq, pul alacaq, o puldan da ki mənə verəcək. Gülərsən də, mən yazıq. Heç nədən ev eşiyi düzəldi, yeməyi pişir. O qədər evdən bayra çıxmıram ki, lap dipçək gülü kimi evdə bitmişəm. Bir şeyin adı da deyərlər. Yorulmursa. Neyniyim? Başa düşmürsən də? Pulun hesabını istəmirəm. Heç olmasa ev eşiyə yaxşı fikir ver. Son vaxtlar laf deyingən olmuşsan. Piyano kökdən düşür. Düşsün.
piyano çalansan, çalıb oynayacağıq, bir də nə piyano salmışsan. Usta çağırmışam, gəlib düzəldəcək. Saat 10 dəqiqə irəli gedir. Geçsin də, hara tələsirik yaxın. Bir də xırda şeylərə baş başma. Otur özünə fikir ver. Yaman da vaxtım var. Sənin o zirzibilin qoyur közümə fikir verim. Özünə fikir ver deyəndə saatlarla güzgünün qabağında dayanmağı demirəm. Bir dəfə boşalan kimi otur fikirlər. Amma sən ya yatarsan, ya da buraya güzgünün qabağında dayanarsan saatlarla. Danışma heç olmasa. Sən heç yox məni başa düşməmsən. Bax hələ beləcə. Sakitcə. Üzmüsən məni. Pis heç nə demədim. Deyirəm mənə xörəyi pişirdin. Evi süpürdün, paltar yuyub qutardın. Otur 5-10 dəqiqə fikirləş. Amma pulu, geymi, ev eşiyi fikirləşmə. Bax elə beləcə. Fikirləş ki, bugün də belə keçdi ömrümüzdən. Onda görəcəksən ki, piyaninanın kökdən düşməyi də, saatin 10 dəqiqə irəli getməyi də hamısı xırda, çox xırda məsələlərdir. Dəli eləyəcəksən axırda mən. Deyəsən ustadır gələn. Yaxşı, qaşqabağı töküb biabır eləmə məni. Gəldim. Kahraman sizsiniz. Zəng düz qoşulmayıb. Niyə? Bax, görürsünüz, sesində xırıltı var. Kim düzəldib bunu? Usta çağırmışdım. Bir yol adamı. Zəngdir də, biraz da xırıldasın özü üçün. Gəl içəri. Yox, müəllim. Müəllim deyiləm. Yaxşı. Dedilər mənə, jurnalistsiz. Bax, eləcə Nərman deyim. Buyurun içəri. Hə, Nərman qardaş. Salam başım. Salam. Evdə səsi çıxan nə varsa, gərək düz olar, düz işləyən. Binində bir balaca xırıltı oldu ya, bütün səsləri pozur, sənin də xəbərin olmur. Yavaş-yavaş əsərlərə təsir edir. Gəl içəri. Ver. Sən. Kesin içəri. Ne yazısınız, ne pozursuz? Belə də. Yok mən də incə sənət adamıyam, ona görə soruşuram. Siz də yazansınız. Yox. Mən oxuyanam. Ariyalar oxuyurdum. Sonra gördüm, Ariyadan bir şey çıxmır. Keçdim piyayına keçləməyə. Azlığınız olar birdən. Yox. Qutarar sonra. Qutarar sonra. Ama indi
Bir stəkan çay olsa pis olmaz. Gülər! Gülər! Geldim. Yaxşı səsi var yoldaşınızın. Oxuyandır. Yox. Okuyan deyil. İnciməyə qardaş. Mən belə şeylərin sənətkarıyam. Səs mənim üçün ən təmiz, ən aydın olan şeydir. Tək mənim üçün yox. Bütün piyanino kökləyənlər üçün səs gözə görünən şeydir. Bu sərçəni, pişiyi nətər görür ya. Bax, biz də səsi elə görürük. Yoldaşınızın səsini eşidən kimi gördüm ki, səsi yerindədir. Sazdır, körlanmayın. Belə səsi mən su səsini kökləyərdim. Dünyada ən nizamlı səs suyun səsidir, suyun. Yabanlar bu qulağım yaxşı eşidirdi. İndi xarab olub. Səs harasından titriyir, harasından boşalır, hamısını bilir. Bak, maşında görürəm. Gördüm, nəsən maşında yad bir taqqıltı var. Səsə fikir verirəm axı. Bax, məclisə ki düşdün, qulağın danışanların ağzında olur. Biri lap bəkdən danışır. Biri tez-tez, elə bir qaça-qaçdır, bilməzsən nə deyir. Amma biri də elə danışır, elə bir şey yeriyir. Hə, maşından danışırdım axı. Gördüm maşında nəsə gəl bir taqqıltı var. Tık 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 tık. Dedim kardeş, sakla, mən düşürüm. Deyir belə ki, axı biz çatmamışıq. Deyirəm ki, bilirəm çatmamışıq. Amma mən mənim maşınımdan qorxuram. Maşınım partlayacaq. Görürəm ki, o da məndən qorxur. Maşından yox, məndən qorxur. Evrəyində bir yəqin ki, bu dəlidir, dəli. Ay Nəriman. Bir dəqiqə başla, görüm nə deyir. Nəriman. Yaxşı səsi var. Anam bacım olsun. Ay Nəriman. Deyəsən axı biraz çatmır, hə? Ay qız, gəl qulaq as, aləm. Hə, bu deyil. Sən get gəlirəm. Gəl. Ana, ne oldu sonra? Nə oldu? Şoförden tanışırdın, he? Hə! Şoför mənə deyir ki, hələ çatmamışıq. Dedim, bilirəm çatmamışıq qardaş, amma mən sən maşınından qorxuram. Çamadanımı da götürüb, ayağımla gəldim. Sonra görürəm ki, maşının qapağını qaldırıb, ardımca baxır. Belki maşında ses yokmuş. Kulağınız sese düşür. Ha? Yox qardaş, səs məsələsində səhv edə bilmərəm. Sizin gözəl səsiniz var. Mənim? Bir hava şalım oxuyur. Mən oxuyan deyiləm.
okudun yarıldı ki. İndi bakarıq evi yoxdur. Benim yazı pozu adamlarına xüsusi hürmetim var. Bakmayarak biraz çokçudurlar. Ama yazdıklarını okuyorlar. Bak bir de görürsen bir adamdan yazıblar. Hemin adamın sesini tapa bilmeyibler. Hemin adamı başka adamın sesiyle danıştırıblar. Yaman de. Bir söz edin incimeyin. İncimezsiz ki. Yok, aksine lezzet verir canım için. İşin de o. Boğazının etini kestirmemsen. Et oldu senin boğazında. Kestirmişsen. Kestirmişim. Ha gördün. Öldürdü boğaz ağrısı beni. Ay şimdi, sen ne alemsenmiş? Hardan bildin ha sen canım? Boğazın ses yolu çok gendi. Ha. Sesin azdı. Çıxanda deyir ona bura. Buna da deyirlər... Konuşdu ses. Ama evimizin yaxşı akustikası var ha. Gelmişəm otağına, oyadım seni, Qaragile, oyadım seni. Ne güzel halkı, yaradan seni, Qaragile, yaradan seni. Kızıl gülen esti, sabri kes. Benim yaxşı sesim vardı. İçi yandırdı. İçirsen. Bir bakra içirdim. Neriman! Canım seslerin için okuyan değil. Bir dakika bağışta görün ne değil. Neriman, bak neye deyirsən and için? Yok diye, yoktu. Bakma. Gel. Geç.
Zəhmət çəkməyin. Necə bəyər? Deyəsən, bağ mətbəxtə dediniz ki, yoxdur. Əgər pulu deyirsinizsə, lazımdır, zəhmət çəkməyin. Yox, ayrı şey deyirdik. Narahat olma, düzələcək, şimdi ol. Mənim bir dostum vardı. Başınızı ağrıtma. Yox, ne, danış. Şimdi ol. Mavi deyəndə ki, elə indi də var. Piyame kökçen idi o da. İndi əsəb xəstəxanasında yatır. Mən də yatmışam axı 2 ay. Niye? Bu iş belədir də. Adamı dəli eləyir. Elə ki, yayı dağıtırsan, dünyada hər şeyi unudub, qulaq asmaq istəyirsən ki, düz kökləyəsən. Bir də görürsən, başın dolu səsdir, uğultudan qulaqların batır. Ama yox, şahit eləmirəm, yaxşı da qazanıram. Sizin səsinizi eşidən kimi bildim ki, bak, sizinki deyəsən tutur birbirinizdən, ha? Ne diyeyim belki de. Yox, müəllim, yox. Mən çox görmüşəm, heç çox. Bəs sizin səsiniz yoldaşınızın səsi ilə tutur? Yox. Ha əlləşdim. Ha çalışdım. İkimiz bir mahnı oxuyaq. Səsimizi kökləyə bilmədik. Onun evine anası yıktı. Anası. Dağıttı ailemizi. İşten gelirdim. Görürdüm. Kızın kulağından tutup ne ter kökleyipse sesiyle gülle boşaldır zalimimizi, gülle. Neyse. Ben sesimi aldıkça o sesimi kaldırırdı. Ben sesimi aldıkça o sesini kaldırırdı. Neyse. Şşş! Evde ses var, kökleyebilmirəm mən. Ne ses? Bilmirəm. Ha, saat işleyir ve sana. Qabağa getmir ki. 10 dəqiqə. Sesine fikir verin. Görün necə tələsir. Tələsik danışan adamlar da belədir.
geçmek istediklerinin üstünden ötüp geçirler. Ona göre de hemşe ürəklərində söz kalır. Ürəklərini boşalda bilmirlər. Suyu açık koymuşsunuz, bağlayayım mı? Bu dəqiqə. Ailede benimki getirmedi. Bir kızım var. Üzümle görmemişim. Başım dolu sesti, ses. Ama bu seslerin içinde kızımın sesi yoktu. Çünkü ne ağlamağını eşitmişim, ne gülmeyini eşitmişim. Yalvarırım ki, yarım saat görüştürün bana kızımla, ne olur. Deyirlər, gicdi, dəlidir, kızım öyle göstermirlər. Ağaçda leylek yuva bağlar gider, ağaçda leylek yuva bağlar gider. Kız seven oğlan hava bağlar gider, kız seven oğlan hava bağlar gider. Hey, baho. Oğlum böyle kırılıp ki, Nəyə qırılır? bel, bak başımına gelin, kazanat olmasa. Bak buna deyirlər bel, bak bel, əldən almışsın. Hə, əldən almışıq. Belini kırıp satırlarsa siz de bilmelisiniz. Göre. Görürsünüz. Kahraman. Aga. Bunlar hiç, bunlar düzeler. De görüm yoldaşından niye ayrıldı? Eşköme söhbet. Ben dedim ağdı, kaynanam dedi karadı. Ben dedim ağdı, kaynanam dedi yok, karadı. Akırda da o diyen oldu, her şey oldu kara. Gülmeyin karam, gülmeyin. Siz kadınlar, hamınız birbirinize okşuyorsunuz, hamınız bir ananın kızısınız. Ama biz kişiler birbirimize okşamadık. Sizinki birisinde değil. Ona niye baktın, kimiyle danıştın, hardan gelirsen, indiye kadar hardaydın. Aklı değerinizi açısı götür görün ne getirmişsen. Bunlar et, kahraman. Bunlar kırda şeylerdi. Kırdı ha? Ha, kırdı ha. Kırdı. Bak bir şey tesavvür edin. Bir adama işiniz düşür. Ha? Xahiş eləmək için ister istemez sesini içeri salırsan, başka sesten xahiş edirsən. Yaxşı öz səsinlə yeke-yeke xahiş eləsən ne olar? Ne olar? Düzəlməz. Volqalava. Düzəlməz. Düzəlməz. Bir belə, 5 belə, 10 belə biri görürsən, dönüp olmuşsan, yaltaq. Ahır vaxtlar,
Bilirsiniz kaynanama necə yaltarlanır da. Təzə sevişənlərin söhbətini eşitmişsiniz. Lap siz özünüz. Təzə tanış olanda necə danışırdınız? Su pıçıltısı kimi. Əsl, köklü səslər bunlardı, su pıçıltısı kimi. Sonra yavaş yavaş kökten düşür. Yok kardeş, bak bu olmadı. Axı elələri var ki, ömrünün axırına kimi səslərini qaldırmadan mehribanca yaşayırlar. Hə, yaşayarlar. Qaynana olmasa hə, yaşayarlar. Yaxşı. Qəhrəman, sən niyə ayrıldın? Özün həssas oğlansın. Dediyinə görə yoldaşından da narazı olmamısan. Qazancın da pis olmayıb. Siz heç zooparkda olmuşsunuz? Əlbəttə. Uşaqlığında. O zooparkda şir, pələng, tülkü yaxşıdır. Qabaq, görmüsünüz? Nədir ki? Bax, siz əgər bircə dəfə də olsun mənim qaynanamı görsəydiniz, deyərdiniz ki, o heyvanlar yazıqdır, onları bıraxın, mənim qaynanamı onun yerinə saldırır. Birisi zooparka ne adam görərdi? Biletin bir 3 manat. Budur sənin yaşamağın, hanı sənin yaşamağın, kazanağa kazancı gedib, cibin doldurup gelecek. Her, bu ne? Atokbanı beğenmedim. Pulla silir. Burnuna. Beybalanı beğenmedim, pazara ayrıplarla gelir. Sonunu ne? Beğenmedim, Pluton kimi çıtlıyor. Susatan da değil, neyden onu? Su içireceğimiz sene. Bu, kebap yedisidir. Yiyore! Bir de delen cenci arvadı var. Ben öyle bakır, öyle bakır, öyle bakır.
ayakkabısına bakır. Şehre çıkıyor, öyle göğüne uçacak. Parmaklarını brilliant karşın gözüme sokur. Yaxşı sesi var. Oxuyandı. Benim onu okuduğumun adı. Ay okuyor. Niye okuyor? Ne okuyor o? Hı? Dingere! Arıyor. Ah siz kız onu hiç yaza çağırmazdınız. Kim de ortaya çağırın ha? Ele sesim olsun hiç danışmıram ben. Ağzıma soğanla otur. Özür diledin ki. Hı? Demedi okuyanlar toydan belə kazanırlar, öyle kazanırlar. Toygar gelsin diyorum onu. Hani okuyor mu? Ay okuyor. Ne okuyor? Nereye gidelim ben? Adı çekende Esmercan tuturdu seni. Bəs bilmirdim ki, o Esmercan'ın axırı qurumağını qutarır. Qurumusa ne? Ayak üstə. 12 3 oğlunu koyuyor. Kürekenin canlarında düşür. Tüm şekerleri küreker oldu. Sen deseydin gitme, ben de gitmezdim. Demedim kız, demedim. Kız gibi gelin sen de öldün. Hissediyordum ki senin demeyin. Ürəndə razıydım da. Sen tanımalıydın onu. Ben yok. 3 il balından sükşeler gezdin. Ne için demedi kültürlüydü. O hacı okuyacak. Haçan bunu toylara çağıracaklar ki biz de diyecek halılarına halı bakır. Didem, güneş gelip toyda okumursan. Deyirəm da. Yer muğamatı toyda yox, yasda oxuyurlar. Kim ağlı var? Senin de ağlın olsaydı, bir adamdı. Dur aç kapını. Göçürecekti bu yanmış. Geldi. Ya sen ananın yine başlıyor ha? Sesinizi şehrin o biri başından eşittim. Kan gelir, kanlı getirir. Bunun diline bakamaz. Brilliantları takmışam, laykalarını giyinmişim. Beynime kökten direk. Kurban kesin bunun ayağının altına. Başı köpek kızım, başı. Gözümüz aydın. Küreken gelip körüklene. Bize nihamet okuyacak. Yüreğim patlayınca öldü. Öleceğim şimdi. Öleceğim. Yüreğim patlayacak. Özlerinden. Çıkart bunu buradan. Bayra. Ma! Zahirler! Sebebinin çıkarttığı varla uzak! Dur!
Böylece çıktım evden. Bir de qayıtmadım. Ama ben hiç yanında böyle açık danışmamışım. Özümü arsızlığa vurmuşum. Yani adama deri çime bakırlar. Evi yok, eşi yok. Ailesine attığı değil. Ben de diyorum, deliyem, değilim, sonra ne hayır eylemişsin. Kanun adı. Danışsın özü için ne kadar istiyor. Ondan sana ne? Bir de sana alacağını oğlansan. Üzü ödeme olmasın, hassassan, yüreği yumuşaksan. Yoldaşın da seni çok istiyormuş. Öyle değil Güler. Bir şey de soruşum. Kahraman. Doğudan toya gidebilmezdi. Heh, 2 de bir gittim. Ha. Okuyabildim. Niye? Heh. Ben okuyayım. Başkatım cemaat bozbaş gitsin, kalksındırsın. Arkada da biri dursun ki ara bir tane yetim seyircak yok. Ben bacardım adamlar. Oku be. Ne olar? Muhammad'ı her yerde okumazlar müellim. Milli abideler ki devlet tarafından korunur ha. Gelir muhamat böyle korunur. Milli abide kimi? Evvel gelir meclisin ehval ruhiyesini duyasam, göresen muğamatın yeri soru okuyasam, yoksa her mahnının içinde yeri oldu, olmadı, geldi, gelmedi, çeyneyip tüpür, bacardım, bacarmadım. Muhammad'ı gerek el okuyasan, teze toylular da anlıyor ki, dünya oyuncak değil. Orada tekçe muğamat okunmuş. Yok ey kardeş yok. Bizim indiki toylarımız şadlıdır, çaresizlikten gülümsemeydi. Neylesin? Pul verin. Direkt önce gitsin, oynasın, kapsındırsın. Ben de okuyayım başımda. İstemiyorum benimle. Ne olur? İş görürüm, pul alırım. Geriye pulum çok olsun. Bacardı, bacarmadı, geriye hele hamı müğenni olsun. Geriye hele hamı şair olsun. Bize şair halk
Ona görə deməyiblər ki, hamımız şeir yazar. Ona görə deyiblər ki, biz söz qanamıq, söz anlayanıq, sözdən söz çıxardanıq. Bu qala bizim qala. Həmişə bizim qala. Tikmədim özüm qalım. Tikdim ki, izim qalım. Ancaq sənin toy haqqında dediyim bəzi fikirlərlə razılaşmıram. Əgər pul salmağı deyirsənsə, elə deyil. Evdir, cəmaatdır, yığışır, tələ toyluları ev eləyirlər. Bax, nəyi pisdir? Vallah biədəblik. Bax, elə belə dediyimiz üçün toylarımız get-ged olub rüşvətin yeni forması. Acımına gəlməsin, müəllim. Siz jurnalistsiz, gələ belə şeyləri məndən yaxşı biləsiniz. Biraz da. Cehizə sözüm yox deyə cehiz olsun. Ona sözüm yox. Daha belə yox da. Canım üçün adam tanıyıram ki, evlənməyin dərdi, pul yığmağın dərdim, nə? 3 dəfə evlənib sil, yenə də evlənsin. Görürsünüz ki, toylarımız gəlib nə günə düşür. Birinci dəfə toya gedəmdə belə təzə başlamışım oxumağa. Biri gördüm yerdən biri qaldı ki, alam nə onu bana? Biraz bəkdən oxuda səsini çıxma. Səsimi qaldırdım. Elə səsimi qaldırmışdım, gördüm biri qaldı ki, o, nə açdı bu, niyə qışqırır bu? Səsimi azaltdım. Gördüm biri gəldi, pulu atdı ki, tez elə. Tez elə oradan bir dənə səklə bayınızı marına. Açdım bloknotu, bir çər, oxudum o səklə bayınızı marına. Sonra gördüm biri gəldi, cala eyib dala, eyib dala. Apıl mahnından oxuma adam bunu eyibdir. Səndimə canımdakının adı Sekineymiş. Ona görə də razı olmayayım. Neyse, toy mənim yaralı yerimdir. Ona deyil, gəlin bu haqda heç danışmayaq. Bəs kənd toyları, hə? Ay bacı, vallahi orada da bir şey qalmıyor. Yo, niyə? Onda keçdi üstündən. Qəhrəman, sən Allah bir xalq mahnısı oxu. Xalq mahnısı, oxuyaram. Evlerinin dağı kaya, kayadan bakarlar aya. Benim yarmayı ağcamaya, 3 telini 4 telini. Şimdi konuşuyoruz. Ne olur ki? Hiç. Yok. Sen boş yere böyle elemezsen. Neyse var yine. Başıma gülmeyin. Böyle bir komşudan Neriman dedi. Kahraman dediler. Yok. Ne? Daha bağ oldu ki kahraman. Yok valla. Bizimkiler de teze ev almalıydı birden. Lap yaxşı. Qonşu olarıq.
Piyaninimizdə xarab olan kimi gəlib düzəldərsiniz. Keçin çörəyi yiyin. Həyələşin. Verin siz. Yazıya çekmeyin özüm. Yok ben içmeyeceğim. Niye? Yok. Sağ ol yok. Onsuz da yok. Ben içəndə ağlayıram. Ağlayıb da eləyərəm yanlışlıq olarsa. Oo. Mənim xətrim, siz için mənə xoşdur. Mən onsuz da kefli kimiyəm. Yaxşı. Sizi barışdırmaq mənim boynuma. Elə deyildilər. Düz deyirsən. O qaynana ki oradadır. 100 bayraq qaldıram. Yaxasından girəm, ətəyindən düşəm ha. Yenə deyəcək ki, düşmənim. Kim qızının bədbəxtliyini istər? Qaynanağı da yola gətirərik. Nərman düz deyir. Ana heç və qızının pisliyini istəməz. Yəqin o da istəyir ki, evə qazanc gətirəsiz. Qonum qonşu ilə yaşayanda o da istəyir ki... Bu bizimkinin də yaralı yeridir, qəhrəman. Niyə elə deyirsən? Nəyə yaralı yeri? Zərafət. Neyse. Geçti. Uçtu gitti. Her şey. Hamısı heç. Her şeye dözərəm. Hətta öz günahlarıma da. Bircə uşağı görə bilseydim. Çörək yiyin. Evin havasını çok değişmeyin. Çünkü istidə də piyanona kökten düşür, soyulda da. Ben bak, uzakdan da olsa bir piyaninonun sesini içtiğimde bilirəm ki o ev istidir ya soyuqdur. Adamlar da elədir. Birine soyuqdur, birine istidir. Ona göre de biri bəkdən danışır, biri yavaşlar. Bak bu saat. Mənə soğurdu. Ona göre de sesim çıkmır. Çıkmır sesim. Hər şey yaxşı olacaq. Çox rəvə salma. Düz adam her şeyi ürəyinə salanda səsi kökdən düşür. Sağ ol,
Sağ ol. Sesini eşidin kimi? Bildim ki bu sensin. Dolente mi cuore